Salam, axşamınız xeyir olsun. Gün ASTV-yə baxırsınız. Studiyada Aynur Zahid əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Urmu gölünün qurumasına səbəb olan məhsulların istehsalı artdı. Qızıl və zərgərlik istehsalı 70% azalıb. Kürd millət vəkili Pezeşkiyanla görüşdə qalmaqal yaratdı. Niderland Avropa İttifaqını Lukoil və Rosneftə qarşı sanksiyalar tətbiq etməyə çağırdı. İndi isə daha ətraflı. Urmu gölünün qurumasının səbəblərindən biri də bölgədə çox su tələb edən məhsulların əkininin geniş yayılmasıdır. Bununla bağlı yerli mütəxəssis və ekoloqlar bildiriblər. Onların fikrincə bölgədə əkin ənənəsinin dəyişdirilməsi, modern suvarma üslubundan istifadə barədə tövsiyə və xəbərdarlıqlara əhəmiyyət verilməyib. Son araşdırmalara görə Urmu gölü hövzəsində su istehlakının 68%-ni 4 məhsul alma, çuğundur, yonca və buğda təşkil edir. Həmin məhsullarla suvarma sezonunda təxminən 2 milyard 390 milyon kubmetr su sərf olunduğu bildirilir. Bu məhsullar isə regionun ümumi iqtisadi əlavə dəyərinin 8%-ni təşkil edir və bölgənin iqtisadiyyatında ciddi rol oynamır. Xüsusən şəkər çuğunduru əkinin Urmu gölü hövzəsinin su ehtiyatlarının tükənməsində əhəmiyyətli rolu var. Son məlumatlara görə, ötən əkin ilində Qərbi Azərbaycan əyalətində ümumilikdə 2,1 milyon ton şəkər çuğunduru istehsal olunub. Bu isə İranın şəkər çuğunduru istehsalının 35%-ni təşkil etməklə İranda birinci yeri tutur. Bölgədə istehsal olunan şəkər çuğunduru isə suyun istehlakına görə dünya üzrə orta göstəricidən 3 dəfə, suvarma üçün tələb olunan suya görə isə dünya standartından təxminən 9 dəfə artıq su tələb edir. Bölgədə su çatışmazlığı və Urmu gölünün qurumasına baxmayaraq son illər İran hökumətinin yerli əkinçiləri şəkər çuğundurunun əkini üçün daha çox təşviq etməsi, gölün bilərəkdən qurudulması barədə irəli sürülən ehtimalların əsaslı olduğuna dair fikirləri gücləndirir. Qeyd edək ki, hazırda Urmu gölü demək olar ki, tamamilə quruyub və peykdən çəkilən fotolarda o görünmür. Son bir ildə İranın qızıl və zərgərlik istehsalı 70% azalıb və sənaye bazarı əhəmiyyətli dərəcədə durğunlaşıb. Bu haqda Zərgərlik Birliyi məlumat yayıb. Birlik əridilmiş qızıl satan platformaların sənayeni məhv etdiyini bildirib. Zərgərlik Birliyi əridilmiş qızıl almaq riskinin çox yüksək olduğu barədə vətəndaşlara xəbərdarlıq edib. Maliyyə tədbirləri üzrə işçi qrupu yeni açıqlamasında beynəlxalq qurumla əlaqələrin bərpa olunmasına baxmayaraq, İran İslam Respublikasının yüksək riskli ölkələr siyahısında qalacağını açıqlayıb. Bu haqda qurumun yaydığı bəyanatda bildirilib. Qurum İranın statusunun fəaliyyət planı tam icra olunana qədər dəyişməyəcəyini vurğulayıb. Tehran 2016-cı ildə çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə rejimində islahat aparmaq üçün siyasi öhdəlik götürmüşdü. Lakin bu öhdəliklərin əksəriyyəti yerinə yetirilməyib deyə bəyanatda bildirilib. Bəyanata görə üzv dövlətlərdən 2020-ci ilin fevral ayından etibarən İrana qarşı təsirli əks tədbirlər görmələri tələb olunub. FATF həmçinin İranın Palermo konvensiyasına qoşularkən elan etdiyi geniş məhdudiyyətlərin beynəlxalq standartlara uyğun olmadığını müəyyən edib. Bu qərar İslam Respublikasının Palermo konvensiyalarını və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizəni ratifikasiya etdiyini iddia etdiyi bir vaxtda verilib. Ancaq beynəlxalq qurumlar İranın öhdəliklərini yerinə yetirəcəyinə şübhə ilə yanaşır, onun qlobal standartlara uyğun olaraq faktiki tətbiqini təsdiqləmir. Davam edirik. İran prezidenti Məsud Pezeşkiyanın Urmuya səfəri çərçivəsində Qərbi Azərbaycan əyalətinin bölgələrindən olan nümayəndələrlə keçirdiyi görüşdə mübahisə yaranıb. Bu haqda yerli media məlumat yayıb. Buxan şəhərinin milliyyətcə Kürd olan millət vəkili Qəsim Osmani onun bölgəsindən nümayəndələrin görüşə dəvət olunmadıqlarını iddia edib. Qoşaçay şəhərinin Azərbaycanlı millət vəkili Firudin Faizinya isə Kürd millət vəkilini yalan danışmaqda suçlayıb. Sən yalan danışırsan, dağınıqlıq yaradır və başqa məqsədlərə qulluq edirsən. Başqa rayonların hər birindən yalnız bir nəfər dəvət edildiyi halda sənin təmsil etdiyin bölgədən 3 nəfər dəvət olunsa da onlar görüşə gəlməyiblər. Mübahisənin qızışdığını görən Məsud Pezeşkiyan Firudin Faizinyaya Azərbaycanca cavab vermə, yerində otur deyə əsəbləşib. Qeyd edək ki, Qəsim Osmani bundan əvvəl də türk millət vəkilləri ilə mübahisə və qarşıdurmaları ilə məşhurlaşıb. O, Qərbi Azərbaycan əyalətinin qeyri-türklər yaşayan Cənub-Qərb bölgəsinin Kürdistan əyalətinə birləşdirilməsi və ya ayrıca əyalət elan edilməsi layihəsinin tərəfdarlarındandır.
Dünya gündəmi ilə davam edirik. Amerika prezidenti Donald Trump açıqlayıb ki, oktyabrın 30-da Cənubi Koreyada Çin Xalq Respublikasının sədri Si Jinping ilə keçirəcəyi görüşdə Moskva və Kiyevlə bağlı məsələləri müzakirə edəcək, həmçinin Pekindən Ukrayna münaqişəsinin həllində dəstək gözləyir. Bu barədə Amerika lideri öz təyyarəsində jurnalistlərə müsahibə verərkən bildirib. Görüşdə müzakirə edəcəyimiz mövzulardan biri Rusiya və Ukrayna olacaq. Mən istərdim ki, Çin bizə Rusiya məsələsində kömək etsin. Biz Rusiyaya qarşı geniş miqyaslı sanksiyalar tətbiq etmişik. Bunlar çox sərt və təsirli sanksiyalardır, amma istərdim ki, Çin bu məsələdə bizə dəstək versin, deyə Trump qeyd edib. Fransa Ukraynaya Miraj qırıcı təyyarələri və Aster raketləri verməyə, həmçinin Ukrayna silahlı qüvvələri üçün təlimlər keçməyə hazırdır. Bunu Fransa prezidenti Emmanuel Macron Könüllülər Koalisiyasının iclasında bildirib. Macronun sözlərinə görə Fransa koalisiya tərəfdaşları ilə birgə yeni təşəbbüslərin elanını planlaşdırır. O vurğulayıb ki, Könüllülər Koalisiyası Ukraynanın enerji infrastrukturunun güclənməsinə dəstəyini davam etdirməlidir. Qeyd edək ki, Könüllülər Koalisiyasının iclası ötən gün keçirilib. İclasa Böyük Britaniyanın baş naziri Keir Starmer sədrlik edib. Teleqrafın məlumatına görə Starmer müttəfiqləri Ukraynaya uzaq mənzilli raketlər verməyə çağırıb. Niderlandın baş naziri vəzifəsini icra edən Dick Schoof hesab edir ki, Avropa İttifaqı Rusiyanın neft şirkətləri Lukoil, Rosneft və onların törəmə şirkətlərinə qarşı ABŞ kimi oxşar sanksiyalar tətbiq etməyə çağırıb. Schoof bu barədə Londonda Könüllülər Koalisiyasının iclasından sonra açıqlama verib. Dick Schoof Şimal dənizində kölgə donanması ilə mübarizənin gücləndirilməsinə töhfə verəcəyini vəd edib. Xatırladaq ki, oktyabrın 22-sində Amerika Maliyyə Nazirliyi Rosneft, Lukoil və bu şirkətlərin 34 törəmə müəssisəsini yeni sanksiyalar paketinə daxil edib. Belə hörmətli tamaşaçılar, bu saata çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.